12-ci əsrdə Monqollarda qəbilə quruluşu dağıldı və ordular yarandı. Ordu rəisi Bahadırlar idi. Dövlətin əsasını Teymurcun adlı Bahadır qoymuşdu. 1306-cı ildə onun sahilində keçən qurultayda Teymurcun Xaqan oldu və Çingiz xan adlandırıldı. O 1307-1311-ci illərdə Sibiri və Türkistanı, 1315-ci ildə Şimali Çini işğal etdi. Çingiz xan 1319-1320-ci illərdə isə Buxara, Səmərqənd, Üzgənt və Otrarı tutdu. 1327-ci ildə Çingiz xan öldü və böyük Xaqan Ugedi oldu. Monqolistan Çingiz xanın 4 oğlu Ugedeyi, Çağatay, Cuci, Tülə arasında bölüşdürüldü. 1235-ci ildə nəvəsi Batı xan Avropanın cənub-şərqinə yürüş etdi. O Xəzər və Azovdan başlayaraq Rusiyanın cənub-şərq çöllərindəki işğal etdi və 1237-ci ildə Riyaziyanı, 1238-ci ildə Vladimiri şəhərini ələ keçirdi. 1240-cı ildə Kiyev və Voyne şəhərlərini də tutdu. Monqolların Azərbaycana birinci yürüşü 1220-1222-ci illərdə Çingiz xanın sərkərdələri Sübuta və Cəbər Ənayının rəhbərliyi ilə kəşfiyyat xarakterli hücum olmuşdur. Ərdəbil, Marağa, Zəncər və Şamaxı kimi şəhərlər tutulmuş, Təbriz və Gəncə xərac verərək dağıntıdan qurtulmuşdur. Yürüş 1223-cü ildə Kalka döyüşü ilə başa çatmışdır. Monqolların Azərbaycana ikinci yürüşü 1231-1239-cu illəri əhatə edərək Çormaqan Noyan başçılığı ilə ölkənin tam işğalını başa çatdırmışdır. Bu yürüş nəticəsində Gəncə, Şamaxı, Şəki və digər ərazilər dağıdılmış, feodal pərakəndəlik artmış, iqtisadiyyat, xüsusən də əkinçilik kəskin tənəzzülə uğramış, Muğanında torpaqlar Monqol noyanları arasında bölünmüşdür. Monqolların Azərbaycana 3-cü yürüşü 1256-1258 Hülaki xanın başçılığı ilə Orta Şərqi tam tabe etmək məqsədi ilə həyata keçirilmişdir. Bu yürüş nəticəsində 1256-cı ildə Cənubi və Şimali Azərbaycan, 1258-ci ildə isə Bağdad işğal edilərək Abbasilər xilafətinə son qoyulmuş, Hülakilər İlxanilər dövlətinin əsası qoyulmuşdur. Bu videoda sizə Monqollar haqqında geniş izah etdik. Ümid edirik ki, videonu bəyəndiniz. İzlədiyiniz üçün təşəkkür edirik.